Hindistanın Pakistana endirdiyi zərbələr nəticəsində həlak olan pakistanlıların sayı 26 nəfərə çatıb, 46 nəfər xəsarət alıb. Redaktor az məlumat verir ki, bu haqda TASS məlumat verib. Əlavə edək ki, Hindistanın Pakistanın 3 şəhərinə raket zərbələri endirməsindən sonra rəsmi İslamabad hava məkanını bağlayıb, qırıcı təyyarələrini səmaya qaldırıb. Hindistan ordusu Kəşmirdə nəzarət xəttində yerləşən Çora kompleksində ağ bayraq qaldırıb. Referans gecə və səhərə yaxın Hindistanla Pakistan arasında baş verən əsas hadisələrin xronologiyasını təqdim edir. Hindistan Pakistanın sərt cavabından şoka düşüb və vasitəçilər yolu ilə gərginliyi azaltmağa çağırıb. Hindistan ordusu Kəşmirdə nəzarət xəttində yerləşən Çora kompleksində ağ bayraq qaldırıb. Buna səbəb isə Pakistan ordusunun nəzarət xətti boyunca düşmən postlarına ciddi zərbə vurması olub. Hindistan ordusu Çora kompleksi postunda ağ bayraq asıb. Həmçinin Pakistan hərbi hava qüvvələri Hindistanın Fransa istehsalı olan 2 Rafale və Rusiya istehsalı olan bir Su-30 qırıcısı daxil olmaqla 5 təyyarəsini vurub. Qeyd edək ki, Hindistan hərbi hava qüvvələri gecə hücumu vaxtı Pakistanda mülki infrastruktura, o cümlədən 4 məscidə zərbələr endirib. Zərbələr Əhmədpur və Muriki, Pəncab əyaləti, Müzəffərabad və Kotli Azad Cammu və Kəşmirin Pakistan ərazisi şəhərlərindəki məscidlərə endirilib. Pakistanda mülki infrastruktura endirilən raket zərbələri nəticəsində ölənlərin sayı 8 nəfərə, yaralıların sayı isə 35 nəfərə çatıb. Hindistan ordusu silahlı qüvvələrin hər 3 qolunun dəqiq silahlarından istifadə etməklə Hindistan ərazisindən Pakistandakı hədəflərə zərbələr endirib. Zərbələrə 3 qüvvənin Hindistan ordusu, hərbi dəniz qüvvələri və hərbi hava qüvvələrinin dəqiq silah sistemləri cəlb edilib. Zərbələr yalnız Hindistan ərazisindən endirilib, məlumatda deyilir. Xəbərə görə Pakistanda silahlıların düşərgələrinə zərbələrin endirilməsi üçün koordinatlar kəşfiyyat orqanları tərəfindən verilib.